Düşənbədə Azərbaycan və Rusiya prezidentləri arasında görüşdən sonra Bakıda aylar öncə Rusiya cəsusu adı ilə həbs edilmiş şəxslər bir-bir indi azadlığa buraxılır. Onlardan biri də elə birincisi Sputnik Azərbaycan İnformasiya Agentliyinin icraçı direktoru və hökumət o vaxtı saytları, mediaları xəbər paylaşırdılar ki, həmin o şəxs İqor Kırdavix Rusiyanın cəsusudur və Azərbaycanda çoxlu cinayətlər törədirmiş və Dövlət Təhlükəsizlik Xidməti yatmışdı, indi oyanmışdı və bu şəxsləri həbs ediblər. Özdəki DTX həbs etməmişdi, yadınızdadır. Onları polis, maskalılar gəlib götürüb aparmışdı Azərbaycanla Rusiya arasında o gərginlik olan ərəfədə. Bəs nə baş verdi, nələr baş verir, nələr? Nə danışıblar İlham Əliyev Putinlə düşənbədə, barışdılar və daha nələrdə razılaşdılar? Xahiş edirəm ki, sona qədər izləyin, bəyənin, paylaşın, daha çox insan izləsin. Mən sizə düşənbədən Əliyevlə Putinin danışığını da göstərəcəm. Orada özünüz görəcəksiniz ki, gərginliklər üzdə bəzi məsələlərdə görsənsə də, amma xəlvətcə həmişə olduğu kimi alışları, verişləri qat-qat artıbdır. Bunu Putin deyir, İlham Əliyev də təsdiqləyir ki, bəli, bizim alış-verişlərimiz gərginlik olan vaxtda 6%-dan 16%-ə qalxıbdır. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Bu şəxs İqor Kırdavix deməli Bakıda aylar öncə həbs olunan Sputnik Azərbaycanın icraçı direktoru idi. O azadlığa buraxılıbdır. Bu barədə Azərbaycan hökuməti heç bir xəbər saytları paylaşmır, utandıqlarındandırmı, dünənə kimi cəsus deyirdilər, müxtəlif cinayətlər qoymuşdular, amma indi azadlığa buraxırlar. Ona görə Əliyev hökuməti utanırmı bu xəbəri paylaşmır və biz bu xəbəri hardan öyrənirik? Deməli, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Kommersant qəzetinə bunu danışıb bugünkü tirajda. Nəşrin yazdığına görə Uşakov bu məsələ ilə bağlı Azərbaycanlı həmkarı Hikmət Hacıyevlə işləyib və qərar Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyevin düşənbədə keçirilən görüşü ərəfəsində də qəbul olunubdur. İqor Kırdavix 1 iyulda Azərbaycan Daxili İşlər Nazirliyinin Sputnik Azərbaycan ofisində keçirdiyi əməliyyatdan sonra 4 ay müddətinə həbs edilmişdi. Ona Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq yolu ilə külli miqdarda gəlir əldə etmə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri üzrə ittihamlar irəli sürülmüşdü. Hökumətin saytları da xəbər paylaşırdılar, deyirdilər ki, bu Rusiyanın cəsusudur. Rəsmi olaraq buna bu maddələri qoymuşdular, amma mediada hökumət isə bu xəbəri yayırdı ki, o Rusiya cəsusudur. İndi bu cinayətkardırsa, eyni zamanda cəsusdursa, bunu niyə azadlığa buraxırsınız siz? Deyirlər ki, Rusiyada da hansısa bir Məmmədəli Ağayev adlı şəxs azadlığa buraxılıb, Azərbaycanlıdır, amma Azərbaycan vətəndaşı deyil, Rusiya vətəndaşıdır və mən baxıram ki, bu da İlham Əliyevin tulası olubdur bu şəxs və o da azadlığa çıxıbdır. Bu xəbəri də yayırlar ki, güya Putin İlham Əliyevə mənim orada həbs etdiyin Rusiya vətəndaşlarını azadlığa burax bir qarşılıq olaraq da İlham Əliyevi təmizə çıxartmaq istəyirlər ki, Ruslar da bizim vətəndaşı çıxartdılar. Xeyr, bu Məmmədəli Ağayev Rusiya vətəndaşıdır. Azərbaycançılıqdan çıxmış sadəcə İlham Əliyev və Əliyev rejiminə, YAP hakimiyyətinə qulluq edən bir şəxs olubdur. Nə önəmli bir şəxs olub. Bazarlarda, orada, burada, hava limanlarında yatıb, nə bilim, şərlənib həbs olunan Azərbaycanlılar da var. Və yaxud da bədbəxtlikdən həbs olunan Azərbaycanlılar da var. İlham Əliyev onların qeydinə qalsın. Öz tulasının, bir nəfər tulasının yox. Dəyərli dostlar, bəs Əliyevlə Putin nə danışıbdı? İndi onu mən sizə göstərəcəm. Bax, bu kadrlar yadınızdadır. Dəmdəstgah qurmuşdular. Nə oldu indi bir azadlığa buraxırsınız, üzərindən bir neçə ay keçdi. Bəs bunlar cinayətkar və cəsusu idilər. Əliyevlə Putin nə danışıb? Bəziləriniz bəlkə də bəzi nüanslara diqqət etməyib. Baxın, Putin deyir ki,
bizim ticarət dövriyyəmiz keçən ildən bu ilə 6%-dən 16%-a artıbdır. Alışlar, verişlər. Nə məsələdir? Bəs xalq bu alışdan, verişdən niyə xeyir götürmür? Siz xeyir götürmüsünüz, güya arada gərginlik olub o vaxtı da. Bəs xalq niyə xeyir götürməyib? Xalqa ancaq ay Rusiya düşmən, nə bilim İlham Əliyev Rusiyaya meydan oxudu. Bunlarla başını qatmağa çalışırsınız Azərbaycan xalqının. Amma altda öz bildiklərinizi, qazanclarınızı yenə də davam etdirmisiniz. Putin özü deyir, təsdiqləyir. İlham Əliyev də ona hə deyir, düz deyirsiniz. Недавно мы совсем недавно на коротке проводили в Пекине. İlham Heydəroğlu, bu yaxınlarda biz sizinlə Pekinlə ayaqüstü söhbət etmişdik. Həmçinin 2 gün əvvəl telefonla danışmışıq. İlk əvvəl istərdim müzakirəni ən həssas məsələ ilə başlayım. Bu baş verən avia faciə ilə əlaqədar və bizim ilk telefon danışıq zamanı mən bu hadisənin sırf Rusiya məkanında baş verməsi ilə əlaqədar üzrxahlığımızı ifadə etmişdim və bütün həyatını itirən insanların qohumlarına başsağlığımı bildirmişdim. Bunu bir daha təkrar etmək istəyirəm və qeyd etmək istərdim ki, sizinlə razılaşdırdığımız kimi ki, istintaq aparılacaq və istintaq başa çatır və istintaqa tam dəstək göstərməyimizi söz vermişdik və hazırda biz onu bilirik ki, bu faciə bir sıra səbəblərdən baş vermişdir. Birinci tərəfdən Ukraynanın pilotsuz uçuş aparatı bizim məkana daxil olmuşdur. Dəyərli dostlar, burada Putin bir az fərqli məsələlərə toxunur. Rusiyanın prezidenti səviyyəsində dilindən çıxan sözlərdir. Bu hissəyə keçmədən öncə mən gördüm hökumətin saytlarında hətta yaltaqlanmaq istəyən özünə yazıcı deyənlər, nə bilim, yəni sanki fürsət axtardılar ki, deyərlər ki, bir şəkili Putinlə Əliyevin şəklini qoyurlar, bu videosunu qoyurlar. Söhbətə, gizli danışıqlara diqqət yetirmədən görürsən Putin əlini yendirib aşağı, qolunu dirsəklənir, prezidentimizin qarşısında əyilir, aciz görsənir. Utanın, yaltaqlanmağa fürsət axtarırsınız siz. Nə görüntüdən danışırsınız siz. Putinin bu hər dəfə danışığıdır bu. Hamı ilə danışanda belə danışır, uşaqla danışanda belə əyilir, belə yıxılır. Bu nə prezidenti xüsusi, prezidentimiz belə oturubdur. Ölün yerə girin, girməyə, yaltaqlanmağa fürsət axtarırsınız. Qulaq asın, hələ görün nələr var burada. Putin üçün təyyarənin vurulması çox da əhəmiyyət kəsb edən bir şey deyil. Bir neçə uzaqbaşı 10 milyon, bir neçə 10 milyon təzminat pulu ödənilir. 2 kəlmə söz deyir. Sadəcə İlham Əliyev bunu qaldırmışdı dağın başına ki, bu cəmaatın, millətin dərdindən irəli gələrək Rusiyaya qarşı biraz sərt mövqe nümayiş etdirmişdi, niyənə kimi. Elə deyildi. Sadəcə neft məsələsidir. Neft, Rusiya neftinin satılması. Adnan Əhmədzadə elə-belə həbs olundu. Arxasında nə milyardlar var. Neft, Rusiya neftinin satışı ilə bağlı milyardlar var. Onların danışını. Putinlə Əliyevin arasındakı o gizli söhbət, cəmiyyətdən, ictimaiyyətdən uzaq, bağlı qapılar arasındakı söhbətlər, bax bunlardır. Yoxsa təyyarə çox da önəmlidir Putin üçün. Necə o pulu təzminatı, yəni başqa bir formada güya ödətdirəcək 10 milyon, 15 milyon nədir ki? Onu da hələ bəzilərini Rusiya açıqlayıb ki, ödəmişik biz. Nədir ki o? Və yaxud 2 kəlmə təyyarə barəsində Putin danışır, deyir ki, mən də üzgünəm, üzrxahlıq eləyirəm ki, bizim ərazimizdə belə bir şey olubdur. Etiraf eləyir ki, cinayətkar bizik və cinayətkarlar cəzalarını çatacaqdır. İstintaq başlananda adam da tutulur da. İstintaq başlanırsa adam tutulur, tək araşdırma getmir. Adamlar ölübdür, nə qədər adam ölüb orada. Kimisə tutublar? Yox. Cəmaatın başını nə aladırsınız? 10 milyon təzminat ödəyib, amma Adnan Əhmədzadənin həbsi ətrafında o Rusiya neftinin satışı və s. bunlardan 1 milyard da yox, 10 milyardlar, bir il içərisində 10 milyardlar qazanılıbdır. Qara yollarla qazanılıbdır. Bəs elə-belə quraq burması verirdi Putin. Ukraynadakı Sokarı çənlərini, yanacaq doldurma məntəqələrini, bazalarını vurmaqla elə-belə qulaq burması verirdi İlham Əliyevə. Əliyev
məhz Avropadan o tənələrindən, təzyiqindən qurtulmaq üçün, çünki Avropa yapışıbdı İlham Əliyevin yaxasından ki, sən sanksiya altında olan nefti satırsan, Rusiyaya kömək eləyirsən, səndən belə iş olmaz, sənin buradakı əmlaklarına həbs qoyula bilər və s. təzyiqlər, sanksiyalar Azərbaycana da gələ bilər. Zəngəzur tankeri, neçə dənə tankerinə sanksiya qoyulmadı mı Azərbaycanın Avropada? Və ona görə də Rusiyanın neftini son zamanlar satmamağa qərar verdi və yaxud da ki, bu işi təxirə salmağa qərar verdi Azərbaycan hakimiyyəti. Və ona görə Rusiya qəzəbləndi, sokarı vurdu və gərginlik bununla bağlıdır. Təyyarə ilə İlham Əliyevin vecinə də Azərbaycan vətəndaşı. Hə? Qulaq asın, dəyərli dostlar. Və Rusiya Federasiyasının sərhədini keçib gecə ərazimizə daxil olmuşlar. İkinci səbəb isə havadan müdafiə sisteminin texniki nasazlığı olmuşdur və bu raketlər təyyarəni hədəfə almırdılar. Təyyarəni hədəfə alsaydılar, o dərhal partlamış olardı və təxminən bir 10 metr aralı həmin uçuş aparatlarını vurmağa hədəfləmişdir və təyyarənin zədələnməsi sırf buraxılan raket səbəbindən deyil, həmin uçuş aparatlarının parçaları nəticəsində təyyarəyə. İnanın, mən şübhə içərisindəyəm ki, bunu da ehtimal edirəm, istisna etmirəm ki, Əliyev bu bizim təyyarəmizin vurulmasını əvvəlcədən bilə də bilib, ola bilər bilibdir də, bir oyunun bir hissəsi də olub da, hər şey desən gözləmək olar ha. Yəni o bəlkə Ukraynanın da hansısa bir danışıqlar olub ki, siz Azərbaycan təyyarəsinin yanında olun, belə biz Rusiyadan ayrılmaq istəyirik. Hər şey mümkündür. Sadəcə biz bilmirik onları. Bir ediblərsə, həqiqətən belədirsə özləri bilir, bir də Allah bilir. Bunlar sadəcə ehtimallardır. Mən deyirəm ki, hər şey mümkündür. Xəsarət dəymişdir və ona görə bu səbəbdən çox güman ki, pilot bu xəsarətlərin uçuş hücumu ilə əlaqələndirmiş və bununla əlaqədar dispetçerlərə, bizim dispetçerlərə məlumat vermişdir. Və sonra pilot Maxaçqalada eniş etmək və lakin sonradan fikrin dəyişib, çıxış nöqtəsinə deyil, sonradan Qazaxstana uçmaq qərarı vermiş. Bax, burada niyə İlham Əliyev bu məsələyə toxunmur? Heç kəs buna toxunmadı. Bu, elə-belə hər hansısa Rusiyanın istintaqının kapitanı, mayoru deyil ki, əhəmiyyət verməyəsən. Rusiya prezidenti deyir ki, onlara Maxaçqalada eniş etmək tövsiyə edilmişdi. Amma Azal təyyarəsi Maxaçqalada eniş etmək istəmədi. Və istədi ki, Xəzəri adlasın getsin. Bu qarşılaşmışdınız indiyənə kimi bu qədər belə bir xəbərlə? Hə? Onlara tövsiyə olunub Maxaçqala. Bəziləri yaza bilər, deyə bilər ki, Rusun nəyinə güvənirik? Konkret prezidentin dediyi sözdür. Vladimir Putinin ağzından çıxan sözdür ki, onlara tövsiyə olunub ki, Maxaçqalaya inin. Amma onlar enmək istəməyib. Yəni hələ Grozny səmasına gəlməmişdən öncə onlara tövsiyə olunmuşdu Azala ki, Maxaçqalaya enin, girməyin bura. Amma israrla Azal təyyarəsi girmək istəyib və Grozny səmasında artıq o hadisələr baş verib, sonra da heç Maxaçqalaya da enməyib, Xəzər üstlərindən gedibdir. Yəni, bu çox qaranlıq məsələlər var. Bizi üzdə göstərilən şeylərlə alladırlar, bu xəbərlərlə kifayətlənirik biz də. Qulaq asın. Orada eniş etmək qərar vermişdir, lakin faktlar olduğu kimi qalır. Faciənin səbəblərini mən sizə təsvir etdim və bunun hamısını biz sırf baş verən faciənin texniki xüsusiyyətlərinin və digər amillərinin təhlilindən sonra gəldiyimiz nəticəyə əsasən təqdim edirəm və bu məsələləri sizinlə daha əvvəl də müzakirə etdik və sözsüz ki, hələ İlham Əliyevin danışıqlarına baxarsınız, təsdiqlənmənə. Təşəkkür edirəm Vladimir Putin. Budur, yəni özünə hörmət edən prezident, yəni budur, Putin Əliyevin qarşısında əyilir, əzilir, nə bilim. Bu kimi hallarda, bu kimi faciəvi hallarda tələb olunan bütün hərəkətlər Rusiya tərəfindən icra olunacaq, təzminat ödəniləcək və 10-15 milyon təzminat nədir? O gizli neft sözləşmələri 10 milyardlarla dollar dəyərində
onların yanında nədir ki, 10-15 milyon təsmin? Həmin hadisəyə hüquqi qiymət veriləcək. Bu faciə ilə əlaqədar sözlərimiz həyatını itirən şəxslərin ailələrinə bir mənəvi dəstək göstərmək məqsədi daşıyır və İctimai televiziyanın tərcüməçisi də indi baxın Putinin hissə-hissə tərcüməsini verir ki, o da əzilir ki, Putini elə təsvir etmiş olsun. İlham Əliyevi isə tərcümədə başqa bir adam tərcümə eləyəcək və şux hamısı da belə cümlələrdə muncuq kimi düzülmüş cümlələrdir ki, İlham Əliyev belə və təəssüf ki, bu insanlar həyatını itirmişdir. Bəziləri həyatını itirmişdir. Və bizim vəzifəmiz daha əvvəl qeyd etdiyim kimi və biz də razılaşdırdığımız kimi bu hadisələrə obyektiv qiymət verməkdir və tam istintaqının aparılmasıdır. Və bu qədər müddət sırf ona görə tələb olmuşdur ki, biz bu məsələyə son nöqtəni qoymaq istəyirdik. Lakin ümumiyyətlə mən sizə bizim görüşdən əvvəl təqdim olunan, 2 gün əvvəl təqdim olunan məsələlərə dair mənə verilən izahatları sizə təqdim etdim və bugün görüşdən əvvəl də hər hansı bir yeniliyin olub-olmasını soruşdum, lakin hal-hazırda fərqli bir yenilik yoxdur. Və bu müzakirəmizin birinci mövzusu, ikinci mövzusu isə ondan ibarətdir ki, bu hadisələrə baxmayaraq bizim maraqlarımız, müştərək maraqlarımız bir çox hallarda üst-üstə düşür və olan olub, keçən keçibdir, alış-verişlərə baxaq, cənab prezident. Oxşardır bizim ticari-iqtisadi əlaqələrimiz. Bütün bu məsələlərə baxmayaraq və bu faciəyə baxmayaraq və ondan doğan bir sıra məsələlərə baxmayaraq ticari-iqtisadi əlaqələrimiz inkişaf etmişdir və keçən il təxminən 16% idi. Yox, daha doğrusu 6% idi. Bu il artıq 16% artım görürük. Diqqət etdinizmi? Bəs gərginliyi idi, bəs düşmənçiliyi idi, bəs soyuq münasibəti idi. Hə? Bir ilin içərisində soyuq münasibət olduğu vaxtda 6%-dən 16%-ə qalxıb, 10% artım olur. Başa düşürsünüz nə deməkdir 10%? Hə? Məsəl üçün, elə bil ki, 1 milyardlıq əvvəl bir dövriyyə var idisə, indi 100 milyon daha artıq olubdur. 10 milyardlıq dövriyyə var idisə, 1 milyard daha artıq olubdur. Bu da müsbət bir göstəricidir. Sizin diqqətiniz sayəsində hər zaman bizim humanitar münasibətlər hər zaman yüksək səviyyədə olmuşdur. Buna görə sizə minnətdarlığımı ifadə edirəm. Və biz də tərəfimizdən, əlimizdən gələni edəcəyik ki, münasibətlərin dinamikasını qoruyub saxlayaq. Və həmçinin regiondakı məsələlər, ümumiyyətlə, beynəlxalq müstəvilərdə bizim komandalar hər zaman sıx əməkdaşlıq ediblər və əməkdaşlığımız yalnız bərpa olmayacaq, davam edəcək və münasibətlərimizdə və bizim müttəfiqlik münasibətlərimizdə imzaladığımız sazişə əsasən inkişaf edəcək və tərəfimizdən bu məsələlərin icrası üçün əlimizdən gələni edəcəyik. Со своей стороны будем делать все для того, чтобы реализовывать все его основные положения. Спасибо большое, Владимир Владимирович. В первую очередь хотел бы выразить благодарность. Çox sağ olun. İlk öncə görüşə görə minnətdarlığımı bildirmək istərdim. Daha əvvəl qeyd etdiyiniz kimi, Pekində ayaqüstü qısa söhbətimiz oldu. Həmçinin 2 gün əvvəl də ad gününüz münasibətilə sizə zəng vurmuşdum və fürsətdən istifadə edib sizi bir daha təbrik etmək, sizə, yaxınlarınıza, dost Rusiya xalqına ən xoş arzularımı çatdırmaq istədim. Təbii ki, ötən ilin dekabrında Azərbaycan hava yollarının təyyarəsinin qəzaya uğraması faciəsi ilə bağlı ətraflı məlumata görə xüsusi minnətdarlığımı bildirirəm. Bu məsələ ilə bağlı biz əlaqədə idik. Yadınızdadırsa, o faciəli gündə mən Sankt-Peterburqa görüşə uçurdum və düz təyyarədən bu barədə mənə məlumat verəndə zəng etdim. Siz baş sağlığınızı bildirdiniz və mən tədbirdə iştirak edən həmkarlarımıza obyektiv səbəblərdən MDB-nin qeyri-rəsmi sammitində iştirak edə bilməyəcəyimi çatdırmağınızı xahiş etdim.
Поэтому хотел бы еще раз выразить благодарность, именно что вы сочли нужным на нашей Mən də sizə təşəkkür etmək istədim ki, bu vəziyyətə şəxsən nəzarət edirsiniz və bildiyiniz kimi biz fikir mübadiləsi aparmışıq. Komandamızın üzvləri daim əlaqədədirlər. году отношения успешно. Siz şəxsən istintaqı nəzarətdə saxlayırsınız və biz şübhə etmirdik ki, siz hər şeyi obyektiv şəkildə həll edəcəksiniz. Elə idi, doğrudan. Axı Əliyev özü də, onun deputatları da, hökumətin saytları da yazırdı ki, biz istintaqa şübhə eləyirik, istintaq belə elə. Nə oldu indi Putinin hüzurunda olanda cənab Əliyev tam əminsən sən, şübhən olmayıb ki, istintaqa nəzarət eləyəcəkdi. Ona görə də iclasımızda bu məsələyə diqqət ayırdığınıza nəzarət edirsiniz və bildiyiniz kimi biz fikir mübadiləsi aparmışıq. Komandamızın üzvləri daim əlaqədədirlər. Году отношения успешно. Siz şəxsən istintaqı nəzarətdə saxlayırsınız və biz şübhə etmirdik ki, siz hər şeyi obyektiv şəkildə həll edəcəksiniz. Ona görə də iclasımızda bu məsələyə diqqət ayırdığınıza görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Qeyd etdiyiniz kimi, bu il təkcə ticarət-iqtisadi əlaqələr deyil, digər sahələrdə də əlaqələr uğurla inkişaf edib. Qeyd Hər etdiyiniz kimi sahədə. ticarət dövriyyəmiz yaxşı dinamika nümayiş etdirir və digər sahələrdə heç bir geriləmə və ya ləngimə müşahidə olunmur. Уверен, что те Nə oldu, bə gərginlik var idi? Hə? управляем. Əksinə, təsdiq etdiyimiz yol xəritələri uğurla icra olunur. Bu yaxınlarda hökumətlərarası komissiyanın iclası da çağırılıb. Adnan Əhmədzadənin həbsə ətrafında baş verənlər də Vladimir Putinlə İlham Əliyev arasında olan danışıq olub. Bu 9 dəqiqəlik, 10 dəqiqəlik danışıq sadəcə ictimaiyyətə açıq, güya xalqlarımıza göstərək, qürrələnək, nə bilim, yekələnək. Amma bağlayıblar sonra qapıları, öz aralarında söhbətlərini eləyiblər. Hələ bu günləri də MDB dövlət başçılarının düşənmədə görüşü davam eləyir və danışırlar, alış-veriş, xalqa yalanlar da danışırlar. Sizi vətənpərvərlik hisslərinizdən oynayırlar, manipulyasiya eləyirlər. Kim istəyirsə, kimsə belə tupoy olub və istəyirsə də ki, belə ürəyi açılsın bu söhbətlərlə, baxıb ki, İlham Əliyevin qabağında Putin əyilir. Bu söhbətlər ona belə xoş gəlirsə, qoy tupoyluğuna davam eləsin. Kimsə gerçəyi bilmək istəyirsə, doğrulara qulaq asmaq istəyirsə, Azad Söz kanalında qalsın və bəyənin, paylaşın ki, başqa insanlar da gözü açılsın. Salamat qalın.